Quran-ı Kərim oxuyan zaman bəzi kəlmələr var ki, səhv etmə ehtimalları ola bilər. Məsələn, müqayisə edək. Əl-ərdu. Bu kəlmədə heç bir məd uzadılma yoxdur. Amma növbəti kəlmədə əl-əzifə. Qafirun və yaxud Mümin surəsinin 18-ci ayəsindən seçim etmişik. Burada görürük ki, yazıda məd əlaməti olmasa da, amma tələffüz zamanı biz oxunuşumuzda, tələffüzümüzdə bir məd yaratdıq. Əl-əzifə. Bu necə oldu, yarandı? Çünki biz bunu öyrənməliyik ki, növbəti oxunuşlarımızda səhvlərimiz olmasın və bu cür kəlmələr də Quran-ı Kərimdə çoxdur və bəziləri təkrarlanır. Bu cür aydınlıq gətirməyə çalışdıq. Baxırıq burada ləm, əlif, həmzə isə burada əlifin tam üzərindədir. Bu zaman əgər biz baxırıq həmzə bu əlifin tam üzərindədirsə, bu zaman heç bir məd əlaməti olmur, sadəcə fəthə hərəkəsi oxunulur. Necə ki, burada olduğu kimi əl-ərdu. Amma ikinci yazımıza baxaq, yenə də ləm əlifdir, amma həmzə ləm əlifin sanki ortasında, ikisinin arasında yazılmışdır. Bu cür biz yazını görəriksə, bu zaman burada sanki bir təbii məd yaranır. Yəni, 2 hərəkə miqdarında fəthəni uzadırıq. Necə ki, burada olduğu kimi görürük ki, ləm əlifin ortasında yazılıb. Amma burada əlifin üzərində. Deməli, ona görə biz burada məd etməliyik, uzatmalıyıq. Əl-əzifə. Bəzi çaplarda da bu cür yazılır. Kiçik əlif ilə göstərilir. Əl-əzifə. Nümunələrimiz var inşallah başqa fərqli surələrdən. Baxaq. Bil-əxirə. Bəqərə surəsi 4-cü ayədə. Ümumiyyətcə, Quran-ı Kərimdə bu kəlmə çox təkrarlanır. Baxırsınız, ləm və əlif ikisinin ortasındadır həmzə. Deməli, burada bir məd yaranmalıdır. Bil-əxirə. Səhv oxunuş. Bil-əxirə. Daha bir seçimimiz Fussilət surəsi 53-cü ayədə fil-əfəqu. Gördünüz ki, burada məd yaratdı. Daha bir seçimimiz yenə də Qafurun və yaxud Mümin surəsi 59-cu ayə. Ləətiyə. Daha bir seçimimiz Şuara surəsi 67-ci ayə. Ləəyə. Ümumiyyətcə, Şuara surəsi 64-66-cı ayələrdə də bu kəlmələrdən var.